əslində indi bir canlı bağlantımız olacaq. Orada bütün gözəlliyi yaradan xanımlar və eyni zamanda bəylər iştirak edir. Söhbət dermatolog, kosmetolog, trixologlardan gedir ki, onların bugün bir forumu keçirilir. Bəli, ilk dəfə Azərbaycanda Türk Dövlətləri Dermatoloji və Tibbi Estetika Konfransı keçirilir ki, Türk dövlətlərinin burada iştirakı əsas məqsəd sırasındadır ki, bizim hazırda Nigar Babayeva canlı bağlantıda olacaq. Elə bir neçə dəqiqədən sonra açılış olacaq. Açılış mərasimindən öncə Nigar Babayeva bizi konferansla tanış edəcək. Nigar, sabahın xeyir olsun. Sabahın xeyir olsun. İskəndər Tərana təşəkkür edirəm. Mən də hər kəsi salamlayıram. Sabahınız xeyir olsun. Bəli, paytaxt Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edir. Bu dəfə səhiyyə işçiləri bir araya gəlib. Belə ki, dermatologiya və estetik tibb sayəsində yeni dövr adlı konferans işinə başlayıb. Beynəlxalq niyə deyirik? Çünki bu birinci Türk Dövlətləri Dermatologiya və Tibbi Estetika Konferansıdır. Tədbirin keçirilməsində məqsəd nədir və ümumiyyətlə konferansla bağlı ətraflı məlumatı bizimlə birgə birbaşa bağlantıda olan həkim dermatoloq Günay Fərəcova və həkim kosmetoloq Sevinci Abdullayeva çatdıracaq. Xanımlar, sabahınız xeyir olsun. Sabahınız xeyir. Birinci Türk Dilli Dövlətlərinin Beynəlxalq Konferansı artıq Azərbaycanda özünü təsdiqlədi. Bu bizim çoxdankı arzumuzdur. Mən düşünürəm ki, Türk Dilli Dövlətləri nümayəndələri nəinki siyasətdə və yaxud iqtisadiyyatda bir-birini tanımalıdır, birləşməlidir və eyni zamanda tibb sahəsində, elm sahəsində də birləşib və öz profesional biliklərindən bölüşməlidir. Təşəkkür edirik Günay xanım. Sevinç xanım, buyurun. Sabahınız xeyir. Əlavə etmək istərəm ki, artıq bizim cəmiyyətin 3-cü beynəlxalq konqresidir və bu il sırf Türk Dilli Dövlətləri biz birləşdirmişik. Konqres çox maraqlı keçməlidir, çünki dünyada tanınmış Türk Dilli ölkələrdən gəlmiş professorlar, həkimlər öz təcrübələri ilə bölüşəcəklər və hətta Azərbaycanda ilk dəfə bizim konqresdə canlı disseksiya kursu olacaq. Türkiyədən gəlmiş hocamız bizə canlı olaraq anatomik disseksiyanı göstərəcək. Sevinç xanım, təşəkkür edirəm. Belə, bizim hələ çatdıracaqlarımız bu qədər. Sözü sizə studiyaya ötürürəm. Təşəkkür edirik Nigar.